Bunlar ne boyutdadır? Bunlar gedib ölkə. 4 kilometre. Ölkə kəsir. Hala gün havadır, yaxşıdır. Bak qar yağanda da qayrıcım. Yaman bunlar. Niye siz burada bu məktəb? Her bir insan sözü ama ben cemaate söz vermişim, onu yerine getiririm. Allah güzel. Qabağında getiririm məktəbdə. Çox ömründə 4 kilometreden bu uşaq. Heç olma basfalta gelip gelsinlər. Bir kudurmuş et düşse. Buna ara. Kudurmuş yok, ne sinirlə mən bacımın oğlum burada asfalta küçədə maşın attı Allah haqqı. Hələ də düzəlmir, böreğe çıxıb tökülüb yerə. Adın nədir? Sen neçədə oxuyursan? Xoşun gəlirmi? Əmiyə də görürüm. Xoşun gəlirmi? Sən 4 kilometre gedib gəlməyəcək. Saat neçədə gedirsən tezdən? Saat 5'te. 5'te iyi. Bunun nətər bunlara bir... Altıda durur, gücünə yeməyi, içməyi, gücünə biter hocam çıxır. O vaxt gedir. Yağışda, qarda, soğukda. Bir böyük adam sizi heç olma aparır ora, yoxsa kim aparır? Telman əmi də. Allah onun köməyi olsun. Nə sizi? Gündəlik zavodda işləyir, ona görə gəlir, götürür, aparır. Orada. Allah rəhmət eləsin. Görsən, rəhmət Bölgeden çıkabilmez. Buradan balandırırlar. Başınız var. Hoşçular. Buna bak. Bunları seçkiyle koy görsünler. Elə gətirib damxaya salmağında ölçü bulmuş. Bəli. Elə bir ölçü zamanlarda qabaq. O düz bunu. Burada o uşaqlar Ne dersin? Ne savadılar? Ne? bu şey göreyim. Bakmalar buna buraya. Ancaq bunları qoşa vurublar, maşallah yaxşıdır. Ata-oğul sinifi deyirlər də bura. O şəraitdə. Ne kadar elir? Sisteme görüşüm, kəptəsən. Ne olur ona verəndə, orada verərəm. O bizə onsuz da bir növbədir. Bir növbədir. Adam girməsin. De buna. Soğuktan bilmirsən ayarlar. Allah saat 6'da yandırdım. O köyde Allah. Səndən yok. Yaman sərəsən qalır. Buna kim şeydir, bu yana bilər, həm də. Doğru yanmaz. Orada. Buyurun, təqdim edin mövzucu. Rəhman İslamov, Hazqədir kənd sakini. Vallahi bizim məktəbimizi yalnız çəkin, baxın, görün. Bizim peçimiz. Bax, bu bizim peçimizdir. Bunu gətirib, burada işləyən xadimə, bununla yandır, qamışla yandır. Amma qaz xətti pəncərənin qabağındadır. Burada birinci, ikinci, üçüncü, dördüncü sinif bir növbəli dərs keçir. 4 sinif bir partada oturub hansı dərsi qəbul edirlər? Bir dənə müəllimə dərs keçir burada. 4 dənə sinif. Nədir? 4 sinifə. Birinci, ikinci, üçüncü, dördüncü sinif daha məktəbdir bu. Gəlib burada bir partada 4 uşaq oturur. O hansı dərsi qəbul edirlər? Hansı 21-ci əsrdə yaşayırıq? 45 dəqiqə müddətində. 21-ci əsrdə yaşayırıq. Hansı məktəbi də çəkdiniz, gördünüz? Bu nə yaşayışdır? Bu odunla, qaz burada pəncərənin qabağında olar. Bu odunla pes yanar. Bu peslə uşaq qızına bilər. Bu patologla burada Ben onu saat 6'da yandırdım. Şimdi de bayraştırma içine bakın. Saat 6'da gəlir qarğı ilə qamışsan. Balasını alıp gəlir yandırır ki, heç olmasa bunun balasıdır, nəvəsidir, mənimkidir. Heç olmasa soyuq olmaz uşağa. Nədir ki, bir test bura vermək? Nədir ki, 2 metre qazı bura çəkmək? Bak, nə boydu şeydir? İşığımız da yoxdur. İşığı da yoxdur burada. Ağaç orada da. Heç şey yoxdur, işığı yoxdur. Bizim işıq dirəklərimizi 63-cü ildən çəkilir. Onun hamısı biz belə bir kənd məsələ var ya, hörükləmişik. Belə olmaz. Bizim suyumuz yoxdur. Nə bizə belediye at qazmır, su gətirmir. Deyən kimi də belediye deyir ki, mənlikdir. Mənim heç bir vəsaitim yoxdur, nə su çəkər. Başqa kətlərdə telefon, içməli su evlərində. Telefon xətti çəkdilər, bu qədər xətt götürür. 50 metrəlikdə, 50 metrəliyimizdə telefon xətti gedir, bizdə yoxdur. 50 metrəliyimizdə... İnternetten istifadə yoxdur. İnternet nə olduğu, bizim uşaqlar ancaq televizorda görürlər ki, internet deyirlər. Amma heç bir anlayışı yoxdur. Burada məktəbdə işığı yox, məktəbin qazını çəkmirlər. Burada deməli ki, bu qədər məsuliyyətsiz iş görürlər də bunlar. Heç bir... Çox məsuliyyətsiz. Təhsil komitəsində, təhsil şöbəsi heç kim gəlib bundan maraqlanmır. Heç kim maraqlanmır, heç kimə lazım deyil.
Yəni cənab prezidentin bu günlər belə deyək də, bunlar cənab prezidentə xidmət eləmirlər, yox, xalqımıza xidmət eləmirlər. Cənab prezidentin dediyi ilə olsa, bizə gözəl xidmətlər olar. Amma gəlib onunla maralanan yoxdur. Bəlkə də yalan məlumatlar verirlər prezidentə. Gündə başqa yeri təmtəralı yeri... Yoxlasın da, bir yeri prezident yoxlasın, görsün ki, doğrudan yalandır, yoxsa biz böhtancı. Bizim bütün işlərimiz azalaq. Bəli, çox İşığımız yox, suyumuz yox, telefonumuz yox, məktəbimiz yox, heç bir yerəsi obyekti yoxdur. Həkim də yoxdur. Necə? Həkim. Həkim, Allah'a olsun, nədən danışırsınız? Bizim torpaqlarımız, nə bilim kimsə hər zaman gəlib, mən 4 hektar yerimizi alıb, əkir, örüş yerimiz yox, taxıl əhməyi yerimiz yox. Ferma tikirlər, kim tikir, biz bilmirik. Gözüm deyir, ağ kağıza qol çəkdirirlər bizə, bilmirəm nə xeyir. Kimdir, nələr bilmirsiniz ki, kim alıb o torpaqları, bunun adını deyirlər ki, niyə görə çəkinirsən? Mən çəkinmirəm, amma deyir, hər zaman, kimdə hər zaman, gəlib nə bilmir, orada yer alıb torpağımızı almaq ki, 99 il idarə ediyor. Kimdən götürür? O hansı, o satılan pullar hara getdi? Bu birinci kənd cəmaatına müraciət olunmalıdır. Bizim o satılan torpaqlarımızın pulu hara getdi? Yox, onu kimdən tələb, biz elə bir şey yoxdur ki, bir də adam yoxdur ki, deyək kimsə, nəsə heç olmasa bir məlumat. Həmən torpaqda qoymurlar cəmaatı. Bu günləri müdafiə biz kasıbların çiynindədir. Bizim oğullarımız da şərikdədir. Bizim oğullarımız şəhid olur, gəlir. Özdəki, biraz da belə deyək, mən televiziya işçilərimizə də bir söz deyim. Vətən sağ olsun sözün demək lazım deyil. Vətən belə sağ olmur. Heç olma desin, Allah rəhmət eləsin. Bu nə deməkdir? Onun özünün oğlu olsa o televiziyada o deyən adamın, onda mən görərdim o necə deyərdi, vətən sağ olsun. Biz kasıblarındır vətən. Bu günləri mənim vətənimi 5-10 nəfər adam alıb satıb. Biz cənab prezidentə deyirik. Cənab prezident yoxla, biz böhtancıyıqsa, bizi doğrudan da mühakimə elə. Ne olur sənin Mikailun, nə bilim mən, Səlmin, Ənbərin, nə bilim o birisi o, zat nədir, İsmail'inkinəm, hərəsi bir yerdən çobanlıq edirlər. Bizi heyvanistan əsər var ya, bu Samı, Cozar yerinin. Eləcədə bir heyvanistan əsər yaradıblar bizdə, heyvan kimi, kim qabaqda gedəcək, biz onu da bizdən, ha-ha-la aparırlar bizi. Belə olmaz əzizlərim. Sizin metpunkt yox, məktəb yox. Məktəbin adicə qazı nədir? 10 metrədən çəkmirlər. Yəni bu bir cinayətdir mi? Pəncərənin qabağında qaz var, 1 metrə, 2 metrə turba. Lazımsa biz verir. Mənim olan üçün cinayətdir da, onu çəkmək, uşaqlar üçün cinayətdir. Amma 600 hektar yeri satmaq yox. Burada cinayətdir bu dövlət. Bilirsiniz, 600 hektar yeri satanda, orada 5 milyonluq villa tikəndə, o cinayət sahibi. Bizim ona gücümüz çatmır. Bizim heç kimə gücümüz çatmır. Biz sahada kəndçiyik. Biz dərdimizi deməyə bir yer tapamıyoruz. Yine sağ olsun bu Kanal 24. Biz oradan prezidente, o yukarıda oturan o yaşa qarınlar var müəyyən. Mən yəni demək istəyirəm, cənab prezident bilməlidir ki, bugün aşağılar yuxarıların dediği kimi yaşaya bilmirlər. Amma yuxarılar da biraz ağırlı olmalıdırlar. Belə olmaz axı. Bu cemaatı belə avam görmək lazım deyil. Heç kim avam deyil. Amma bizim uşaqlarımızı bu günləri avam böyüdürük biz. Bəli, bizim dərdimiz çox. Bizim evlərimiz batır. Qurul suları bizim evlərimizin altından çıxır. Bizim 12 ay biz su içində yaşıyoruz. Çünki kanalizasiya turbalarının hamısını sattılar. Sizin kanalizasiya turbalarını yerin altından çıxardıb sattılar. Bunu şəxsən mən neçə dəfə prezidentə müraciət eləmişəm, Əhməd Əhmədzadəyə müraciət eləmişəm, Oktay Əsadova elə o da o meliorasiyadan gedib ora. Nə bilim, başım çıxmır. Bu ölkəni kim dağıtmaq istəyir, necə dağıtmaq istəyir? Biz bilmək istəyərdik da. Niyə görə dağıtırlar bu ölkəni? Bizim deyiləsi dərdimizi, deyiləsi yeri də nə yazıb ki, yenə deyirəm, bu Kanal 24 var. Cənab prezident, biz sizə həqiqətən də müraciət edirik ki, bu belə günahkar adamlar məsuliyyətə alınmalıdırlar. Mahmudovlar təzəcə elə Kanazada gedib, nədir bu, əsir tutublar, nədir bu, mühakimə ediblər. Bunların arxasıyla gedən çoxlu nazirlər var. Siz bunları eləmək lazımdır. Heç kəsin, xalq əgər sizi seçibsə, xalq sizin arxanızda durur. Amma siz də bu xalqın səsini eşidin də. Bu Mikailin dədəsindən qalmayıb 600 hektar yeri. Gətirib 5 milyon manatlıq orada villa tikə bilməz. Əkin sahəsində qanunla belədir ki, orada gözətçi məntəqəsi tikə bilər. Əsaslı tikinti tikmək olmaz. Əsaslı tikinti tikmək olmalı orada. Bu günlər sizin qardaş, yəni vəziyyətiniz, yəni bizim elə, mən də sizinlə belə, bizim vəziyyətimiz çox azmacaqlıdır.
Dolları qalxdı oldu 157 dollar. Bu sabah 200 dollara da çıxacaq. Və biz yazıqlar nə edək onda? Bizim dollarımızda şurallaha yoxdur, manatımız yoxdur. Amma Allah haqqı yaşamaq çox çətin olur bizim Ben üçün. iş yerleri açsınlar, kim cemaat işlesin de. Kanun kalkoz olsa kalkoz, cemaat gedib heç olma işləyər. Kalkoz yox, savkoz yox. Bizim mətbəximiz var aşağıda. Xahiş edin onu bizden almasınlar. Bizim asgari cemaat becerir, ahireten de biz beceririz. Yani vermirler mi bize? Hevesizden iş vermir akıl. İşimiz açsın, yanvardan iş açılır. Açsınlar cemaat işlesin. Torpağımızın hani müqavileyle götürdüler bizden ki biz de orada hiç olmasa özümüz işleyek. Bizim orada vesayetimiz yoktur ki ekek becerek hiç olmasa ekçilerler biz de orada hiç olmasa Yani öz torpağında işləyir. özümüz işleyek. Bazı kendimize çörpü tikirlər, bizi koymurlar. Kendimize çörpü tikirlər, müəllim. Biz heç koymurlar. Neçə dəfələrlə getmişik, deyirlər sizə iş yoxdur. Özümüzün şirkətimiz var. Müəllim şirkət göndərib işləyəcəyik, özümüz eləyəcəyik. Bizim kəndin içində, bekar gəzməkdə hallar var. Fəhlə işləyək koymurlar. Biz hara müraciət edirik? 52 təsərrüfatdan burada 5 nəfər 52 təsərrüfatdan cəmi bizim 52 təsərrüfatdan 5 dənə ailədən 5 ailədən hərədən bir nəfər işləyir. Hərədən bir nəfər işləyir. 47 ev heç bir işlə məşğuldur. Nar yığımı olur bir ay. Bir ayda nəsə oradan buradan bəssin. O da bir Bu cəmaat acınacaqlıdır bəzən, çox acınacaqlıdır. Çox acınacaqlıdır. Bizim dərdimiz nə bilməm, kimə deyiləsidir mən bilmirəm. Allah bilmirəm. Belə olmaz, belə olmaz. Yeni Süleyman, sən o torpaqlarla əlaqədar. Azərbaycanda əhalisinin sayına görə Rəhman. Əhalisinin sayına görə bizim kənd Azərbaycanda ən çox torpaq sahəsi olan kənddir, əhalisinin sayına görə. Bizim 1430 neçə hektar, 35-36 hektarda əkinə yararlı torpağımız var. Bugünkü gün biz 1 hektar, 2 hektar buğda əkməyə yer tapa bilmirik. Tarixən bizim bu kənddə 3 dərman olub, da Rəhman. Mənim babamın dərmanı olub, rəhmətli babamın da bir yerdə işlədiblər. 3 dərman olub. Burada klub olub, burada mağazı olub. Mağazin olub. Bax, bu kəndin özünün bazarı olub. Buradan elə bir kiçik karvan yolu gedib. Kürdəmirdən, İmişlidən, Salyandan gəlib buradan İsmailli rayonuna gediblər. Lahaca yol olub da bu yol Lahaca İmişli yol. Bəli, bax buradan yol olub. Ancaq bugünkü gün satılıb hər şeyimiz. Yoxdur heç nə. İşıq şalvarlarında azca külək asan kimi 2 gündən işıqsız qalıb. Gələk müraciət edirik, zəng edirik. İşıq idarəsinə gəlib işıq. Bu qovunun qazınmağından ötürü rayon icra hakimiyyətinin yanında, icra hakiminin yanında, başçısının yanında. Mən dəfələrlə olmuşam. Söz verilib bu ay qazılacaq, söz verilib gələn ay qazılacaq, söz verilib o ay qazılacaq. Heç bir nəticəsi yoxdur. Bələdiyyə də deyirsən, bələdiyyə də deyir ki, bu mənim səlahiyyətimdə deyil. Mən bacarmıram, mən eləyə bilmirəm. Nə oldu bu torpaqlar? Bu kəndin xəbəri olmadan, bu torpaqlar satılanda, icarəyə veriləndə sənin xəbərin olur, ancaq bu işlərin görülməsində xəbərin olmur. Buradan körpü salınır, o yüzden şəxsi təsərrüfata körpü salınır. Kənd uşaqları, ailəli uşaqlardır, çətin dolanan uşaqlardır. İşə gedirlər, deyirlər ki, yox, sizi işləmək olmaz. Başqa rayondan gətirib, öz qohum ağrabələrini işlədirlər. Alca fəhlə işləməni uşaqlara yiyir. Nə vaxta qədər belə olacaq bilinmir.